Herkese selamlar dostlar. Bugün yeni bir video ile yeni bir Supermarket videosu. Buna bak diyelim. My Supermarket videosu ile tekrardan karşınızdayım. Şahlar bugün neyinir? Oha. Bu nedir? Oyda. Ne kadar kutu var ha burada. Ayda orada cep çıktı diye. Şahlar mal zakaz eləmişdim. Bütün bakın buradaki malların hamısı elə bir 2-3 tanesini koymuşam. Bakın marketimi böyütdüm. Market bu formada değil idi. Tam yəni çox kiçik vəziyyətdə idi. Yəni baxa bilərsiniz, eləmədə səbləşirəm. Hə. Yəni bunu çox Estağfurullah. Yəni buranı çox böyük vəziyyətdə eləmişəm. Artıq böyükdür. Yəni çox böyükdür. Veri böyük, mat böyük. Nəysə, bu qədər də mal falan var. Hər yersindən 2-2 vurmuşam. Baxın uşaqlar, burada da bizim depomuz var. Depoya da artıq qalan mallarımızı qoyacağıq. Hələ ki qaranlıqdır. Qaranlıq olmuşkən mən şu malları qoymağı yavaş-yavaş başlayım. Bu nədir? Hə. Bu makaronu bura qoyaq. 1 manat 54 qəpiyə satırıq. Oyda ya zibi ses görmür. Sonra bu nədir? Kartof yaxşıdır. Kartof qoy və 1000 manatda əlavə pulumuz var. Ona da istədiyimiz bir şey alarıq. Sonra bu nədir? Ha, kofe. Kartofumuzu qoyduq bura, kofemizi hara qoyaq? Bura qoyaq. Ha, kofemizi yaxşı elə bura qoyaq. Şöyle buraların hamısı dolu olandan sonra, yəni siz görərsiniz də buralara nələr eləyəcəm. Nəsə şöyle onda mən buraları doldurmağa başlayıram. Unumuz da var. Unumuz da bir daha yerləşdirilə qəşəng 2 manata da un satırıq. Əslində ucuzdur. Yəni sərfəli qiymət satırıq. Aha, kolalarımız. Kolalarımızı qoyaq bura. Spark özdə. Nəsə qoyduq orası. Daha sonra. Ha, bu. Bu nədir? Hə, bu deyəsən şokolad yox, bu cem idi, cem. Cemi hara qoyaq? Cemi gəlin bura qoyaq. Hə, cem bura yaxşı. Cemi bura qoyaq. Uşaqlar, belə eləyəndə mən buranın hamısını düzəldim. Ən sonunda dolu vəziyyətdə görərsiniz. Görün buraları necə vəziyyətə salacağam, necə gözəlləşdirəcəm. Uşaqlar, bayaqdan düzmə işində məşğulam və sonunda hər yeri düzdüm. Burada var, nə bilim, əriyimizdir, kartofumuz. Bu əriklər parnik ərikləridir. Tövsiyə olunmur. Niyə tövsiyə olunmur? Çünki hələ ki ərik vaxt deyil. Nəysə, burada var portağallarımız, almalarımız, avokadolarımız. Burada yenə alma, ərik. Sonra çörək addelimiz, 2 südlər. Yəni bunlar paket südlərdir, 12 dollardır. Sonra burada var cemimiz, şokoladlar, sonra üstdə bunlar nə idi? Bunlar kekslərdir. Burada saqqızdır, bu saqqızdır. Bu 5 dollar olan 5 manat saqqız. Bir də baha satıram nəsə də. Nəysə, bu çiyələkli nədir bu? Xəbərim yoxdur nədir? Bu güldür. Məsələn, sevgilinizə falan, ananıza falan apara bilərsiniz. Gözəl olar. Sonra bu nədir? Bu da konfetdir. Aha. Sonra baxın burada bu reyonda nə bilim sushi deyir. 2 dənə sushi, bir tane nə bilim ət, mal əti. Bu mal ətidir, bu balıq ətidir. Sonra bu yağdır, bu yumurta, yəqin özünüz bilirsiniz. Bu marojnadır. Deyəsən marojnadır. Yox, bu qaymaqdır deyəsən. Nəysə. Burada çaylarımız bulunuyor. Nə bilim canım sizə desin. Makaronlarımız, bunu bayaq qoymuşduq. Sonra unlar və yağlar və bir də konfetlər. Sonra keçirik bura. Bura ikisi boşuşuyorlar. Bura indi mən zakaz eləyim bir dəqiqə. Baxın, gəlik bura mənə lazımdır. Mənə lazımdır. Bax, bu, bir də bu. Biri marojina, bir də şey, adı yadımdan çıxdı. Ala bir dəqiqə. Hə, bu ikisini də zakaz eləyək. Ha, burada var. Barnet soklarımız, kolalarımız, sprite'larımız, ağ sularımız və kolalarımız, yenidən meyvə sokları, bu milkshake deyəsən, milkshake, sonra pepsilərimiz və sprite'larımız. Burada da gördüyünüz kimi pizzalarımız var. Sonra keçirik uşaqlar, burada da əlavə qalan mallardır. Yəni bunları da bitdikcə düzəldəcəm, qoyacam yerlərini. İndi baxın. Açma, bağla. Birdən gəlib girərlər, girməsinlər, bir dəqiqə. Hələ ki hazır deyil, hələ ki hazır eləmək lazımdır. Mən birinci reklam izləyim, uşaqlar. Gəlin buradan 10 dənə bu ücretsizdən alım. Gəldi mi? Abi, pul gəlmədi. Hə, indi gəldi. Bir dəqiqə, bu gəldi, bir dəqiqə bunu zakaz eləyik, gəldi, o da düşdü. Şöyle baxın, bu üstdəki bu 9 var ya, baxın buradakı. Bu o işə yarayır ki, malların gəlməsini tezləşdirir. İndi nəsə, bu kartof fri indi yadıma düşdü. Nəsə, kartof frilərimizi düzək bura, bir paket aldım. Yəni, lazım olsa 2 paketə də çıxara bilərik. Sonra burada var, getdi düşüyorlar, bura mən daha da genişləndirəcəm və daha çox mal alacam. Yəni, bu bölümə baxanlar bilər, mən bunu əvvələ çəkmişdim. Yəni, gelib o videoya baxa bilərsiniz. Oyun prosu
Atoy supermarket yazsaz yəqin çıxar. Neyse günü bitirək, görək nə qədər. Oha! 2216 manat xərcləmişik bu gün. Nəysə inşallah onun pulunu çıxardacağıq. Onda bir dəqiqə marketi açıram. Burada uşaqlar bu nədir baxın. Bu bir dəqiqə bu nədir? Bu corabımızdır. Bu nədir? Hə, bu bildim. Bu şeylər var. Aha, adam gəldi. Bir dəqiqə bunu tezləyim. Meyvələrin qoyulması yeri, meyvə addelinin qoyulması yerinin üstünü bəzəmək üçündür. Bu bizim posterimizdir. Bu yeni il ağacımızdır. Bu da ki corabımızdır. Yəni yeni il corabımız. Nəysə, ay xanım, gələn kimi tökdüz. Ay, siz niyə bunu tökürsüz ağı? Sındırırlar ancaq ya. Açıb tökürlər yerə. Nə silək buraları. Aha, müştəri bir dəqiqə, müştəri. Xay xanım, çəkilin. Xay xanım. Xay xanım yox, ay xanım. Xay xanım yox, ay xanım. Bu bəy də tökülməsi yaxşı olar. Bura tökübləri. Səbirli ol, ay kasada gəlirəm. Ya da bir dəqiqə. Mən belə eləyim də. Bir dəqiqə, biraz özüm işləyim. Biraz bunu, oha, gəldilər, salam. Vuraq bir də bunları, buyurun, karta 19 manat. Bunu vurduq. Sonra o cadı deyə elə bilir. O şeylər var, filmlərdə vampirlər var, ona oxşadır. Ver görək, 40.09. 40, bir dəqiqə. 40.09. Aha, düşəm. Vampirə oxşuyur. Xanım, gözəl bazarlıq eləmişsiniz. 11 manat 6 qəpik. Düşəm. Buyurun, aha. Bir dəqiqə, mən şokolad yağı zakaz eləməmişəm. Bir dəqiqə, hızlandır, gəl. Düş, bırak ver. Aha, bir dəqiqə. Bir dəqiqə də mən bunu hara qoyacağam? Ay xanım, vallahi billahi boş yeri yoxdur. Vallahi billahi. Bir dəqiqə, bunu tez qoy bura. Bunun problem yoxdur, bir dəqiqə. Bu ikisini vur. Ay xanım, bir dəqiqə xaşım, orada əsəbləşir ki, bu şokolad yağı yoxdur axı. Niyə şokolad yağı yoxdur belə marketdə? Ayda, şokolad yağı zakaz eləməmişəm. Unutmuşam, vallahi billahi unutmuşam. Nəysə, bunu da bırak, buyurun. Bir dəqiqə, 28 manat 89. 89. Şöyle bir de biraz gripəm, səsim biraz qəribə gələ bilər. Allah şəfa versinlər bizi, yorumlarda görmək istəyərdim. Bir dəqiqə. Bunu silək, tökürlər. Vallahi bilir, kim necə tökür. Ay xanım, bir dəqiqə ayağınızı çəkin. Bir də ayağınızı münasib olan vəziyyətdə saxlayın, zəhmət olmasa. Bu zibillər deyək, tökürlər. Vallahi, ay qardaş, niyə yerə tökürsünüz axı? Mən işləyim, kasserim olun, bilmədim. Bir dəqiqə. Mən özümü niyə kasser tutmuram? Pulla kasser tutum da mən özümü. Bir dəqiqə. Xanım, bir dəqiqə 11 manat 22 qəpik. Buyurun. 12 manat, bir dəqiqə. Saf oldu axı. 11 manat 25. 3 qəpik də pul verdim. Ay xanım, 3 qəpik pul vermişəm. Niyə o qədər sevinirsən axı? Nəysə, deyir, loxladım. Nəysə, 21 manat 40 gəlmişim. 21 manat 42 qəpik. Çox gözəl. Xanımın alışverişinə baxın. 56 manat 43 əpik yox, qəpik. Nə verir, bu çox kullanışlı. Bir dəqiqə, bu bəy də ondan istəyir. Kartofiliyə mən baxmıram. Siz az şialmısınız, çox şial. Kartofiliyə mən baxmıram, ay qı. Bir dəqiqə, mən hara qoya bilərəm? Bir dəqiqə, mən birinci kassir tutum özümə. Gəl ay qardaş, gəl. Səni işçi olaraq qəbul edirəm, bir dəqiqə. Gəl bura, 7. Elə bir ki, bir dəqiqə, biraz çox şeydən verək. Enerji çox sərf olunsun, amma pulumuz az getsin. Qəşək, 130 manata bunu tutdum. Zəhmət olmasa, buradakı dayanan müştərilər. Gözləyin 2 dəqiqə, kassirimiz yoldadır. Gəlir. Aha, oyda, dağıdıbdılar bütün buranı. Başda damvaya. Bütün malımı, mən qazandığımdan çox yerləri tökürəm, mallarımı. Vallahi billahi. Mallardan mən pul qazanmıram ki, yeri təmizləyirəm. Ayda, bu nə də, deyən görək, Bunu da sil. Sil bunu da. Ayda, çox gəlizdir. Uşaqlar, bir şey də yaxşı olardı ki, baxın, bura yerləri təmizləməyə, ay xanım, keçid oradan deyil, Keçid, fırlanıb gəlməlisən bura. Lazım olsa mən də buradan belə keçmək olurmuş. Özür istəyirəm, keçmək olur. Ay bəy, bir dəqiqə zəhmət olmasa. Bu niyə belədir? Əsəbləşirəm, çatdıra bilmirəm, cəmaat özümü. Bir dəqiqə. Məntiqi düşünürük. İlk öncə yerləri süpürürük. Sil buranı.
Sil, sil, sil. Çox gözəl, çox gözəl. Yerlər silişələr. Niyə yerlər silirəm? Deyəsiniz ki, yerlər silməsən nə olar? Mən deyim də nə olar? Müştərilər gəlməz və girəndə iyi pis gəlir. Yəni marketdən iyi pis gəlir. Onlar da girmirlər. Məsələn, elə mağazinlər, marketdə olur ki, adam 2 dəqiqə qalmaq istəmirdi. Orada pisi gəlir. Aha, bu ikisini alsalar çox qəşəng olardı. Ay xanım, atmayın da bunu yerə. Ay xanım, atmayın bunu yerə. O ikisini alsalar şokki mokini, o şokoladda nəsə, şokolad yəni. Ən bahalısı bu şokki mokini nəsə da. Ay qaqa, nəsə. Hə, bu qoysaydım yaxşı olardı. Üstündə nə yazılıbdı? Çoko dirim. Nəysə, çoko dirim. Adını allayım. Sonra nə var, sonra nə var? Bir dəqiqə, buraları qoyuldu, buralarda nəsə boşluq falan. Ha, bir dəqiqə, mən biraz gəlim nə aktarım bura. Nə, bax, bu addeldən kola gətirib qoya bilərəm. Bir dəqiqə, kola haradadır? Kola hara qoymuşdum? Kola yoxdur hə məndə. Hə, onda bir dəqiqə, bu limon sparkda nədir? Bundan biraz qoyaq bura. Hə, alıblar. Cəmat alır ha. Doğrudan yaxşı da. Bu limon spark işləyirmiş. Sonra burada nə var? Burada bundan var. Bu bayaq dedim, konfetli nədir? Bir də bundan. Bundan ataq bura. Qəşəng qoy dolsun. Qoy reyonlarımızın hamısı dolsun. Sonra cem. Cem biz hara qoymuşduq? Cem. Aha, bir də burada. Cem bir orada, hə. Bu cemdən nəsə almayıblar. Pis oldum. Nəsə belə qəmgin oldum. Niyə mənim cemimdən almamısınız? Sonra oba 4 dənə alıblar. Qəşəng. Sonra bundan da qoyaq bura. İndi görək yer. Bir dəqiqə. Hə, bir də bura yeni güncəlləmə kimi bir şey gəlmişdi. Görək bizə nə verdi. Çox pis. Bunu mən nəyimə verdim? Mən onu yeyəcəm. Bu nə deyən görək. Bunu mənim nəyimə lazımdır. Bir də şeylər bayaq bu dediyimdən də bir də bundan da ikisi eyni şeydir, baxın. Yo, ayrı şeyler imiş. Neyse. Ayrı şeylerdi ama her nasıl yine de ihtiyacımız yoktu. Sonra mozzarella pendiri, mozzarella pendiri düzdük. Geçen onlardan koyduk bitkiler. Sonra bunu attık üstüne ona. Məncə yerləri biraz təmizləməyə başlayayım. Oyda, zibilxana deyə bunlar üçün. Ay vampir bəy, bir dəqiqə icazə verin də. Sonra bunu da qoyaq. Sonra bunu da atdıq. Burada yenə dağıtıblar. Dağıtmayın da bunu. Saat 9'dur. Fişon marketimiz bağlandı. Əziz müştərilər, marketimiz bağladı. Əziz müştərilər, zəhmət olmasa siz çalaraq, zəhmət olmasa paş olun. Zəhmət olmasa market tərk edin. Mədəni surətdə sağ olun, zəhmət olmasa. Nəysə, bunu da bir dəqiqə silək buranı. Bir dənə bu qaldı. Fişon qəşə. Bir dəqiqə bu da qalıb. Bununla bir də silək. Qoy yer pis qalmasın. Bizim marketimiz ən gözəl çiçək market olmalıdır. Çiçək market. Adı çiçək marketdir. Qəşəng, buranı da sil. Çox az qaldı və sildik. Qəşəng. Sonra yerə heç kim heç atmayıbdı. Sən bezdirdin, sən paz oldun ömrümüzə. Görün, boş yer var. Ay qardaş, boş yer yoxdur. Mən neyə bilərəm ki? Git, sabah gələrsən. Boş yer olsun, sabah gələrsən. Nəysə, indi mən nələrə bax. Bax, getdik. Bax, belə. Görək bu, koleksiyon şeydə də bu kutularda 152 mat yığılıbdı. Qəşəng. Bunu bəyəndim. Xoşuma gəldi. İndi mən biraz buraları doldurum. Bu var bir dəqiqə. Bunu ataq bura. Bu öz yerində. Sonra ətdən biraz götürün. Bu ət idi, mal ət idi, qoyun ətdə, hər nəsə ətdən. Ətdən də almayıblar, ətdən atmalarmış. Ətdən də qoyduq. Sonra dolu olanlardan, bir dəqiqə, boş olanlardan 1-2 dərsini doldurmağa çalışım. Sonra bura. Bu deyil, İtaliyada bu. Nədir bu? Bu nədir? Hə, bu şeydir, bildim bu nədir. Bu deyəsən ayda Nesquik kimi bir şeydi, elə bir şeydi, hə. Nesquik kimi bir şeydi, hə. KitKatı ver. Biraz bura KitKat dolduraq. Oba, 2 dənə KitKatımız getdi. Sonra başqa nə var? Sushi. Sushi görək alıbdı kimsə. Sushilər satılır ha amma. Sushilər doğrudan satılır. Qəşəng. Sushilər satılırmış. Sushi onda bundan sonra sushi marketi. Qardaşlar, sushi marketi asılır. Sonra bunu da götürək. Avokadolar alınmayıbdı. Nəsə bugün zəif oldu işimizə. Çox satılmadı. Əşyalardan, nə bilim, mallardan zaten çox şey satılmadı. Sonra bu banıcının kollarda Tarzan kimi tullanır qardaşım. Sonra 2 dənə də bundan satıldı. Düzdür, çox satılmayıb nəsə. Bunları həll eləmək lazımdır. Biraz reklamımızı gücləndirək. Süd. Süd də satılıbdı. Qəşəng. Bunu da bəyəndim. Süd də çox satılıbmış. Başqa nə var? Altda nələr var? Hə, balıq əti. Balıq ətini də qoyaq, məncə bəsdir. Çünki bitirməyə çalışaq. Bir dəqiqə, buradan da kartof qoyayım bir dənə. Bir də ən axırıncı kartof qoyuram, bitir.
Aha, kartofu da qoyduq. İndi günü bitirə basırıq. Görək bu gün nə qədər qazanmışıq. Bu gün toplam karımız 416 manat. Uşaqlar, əgər belə videoların davamını istəyirsinizsə like atmağı unutmayın ki, davamı gəlsin. 70 like-dan sonra davamını çəkərəm əgər istəsəz. Çox qəliz bir şey deyil. Sadəcə 6 inirsiniz, like atırsınız və abunə olursunuz. Bu qədər. Bitdi. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik görüşənədək.